Salam, hər vaxtınız bir daha xeyirli olsun əziz dinləyicilər. Avto FM-də bir avto verilişini dinləyirsiniz. Sizinlə mən Rauf Mirqulamov və mən Fəxri Əsədov. Bugün də biz dostlar sizi studiyadan deyil, dünən xəbər verdiyimiz kimi Bakı Expo mərkəzindən salamlayırıq və bu mərkəzdə təşkil olunan 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi də əlbəttə ki Avto FM də burada iştirak edir. Bu sərgidə 3 gün davam edir. Dünən buradaydıq Fəxri, bugün bir yerdəyik bərabərik. Bəli, amma bu dəfə bugünkü verilişimizdə ikimiz deyilik studiyada. Bu dəfə qonağımız var. Marat bəy qonağımızdır. Marat Namazov. Marat Namazov, sizi salamlayırıq. As Motors Group şirkətinin, qrup şirkətinin marketinq meneceri. Xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. Xoş gördük. Dinləyicilərimizi də salamlayıram. Rauf, bu günləri elə deyirəm qonağımız gəlmişkən və qonağımız da təbii ki bizim verilişə aid olaraq avtomobil sferasından biri olaraq bəli. İstəyərdim ki biraz bu yeni avtomobillərin həm biraz baxımı haqqında söhbətləşək, həm də ki istəyərdim ki dinləyicilərimizə biraz izah eləyək ki artıq illər dəyişir, dövr dəyişir. Ona görə də avtomobillərə qulluq standart dədə-baba qaydası ilə deyil də, artıq biraz yenilənmiş formada davam eləyir. Update olunmuş versiyada artıq avtomobillərə, yəni yenilənmiş formada qulluq tələb olunur bəzən yeni avtomobillərə. İlk öncə də mən istəyərdim Marat bəy şirkət barədə qısaca məlumat verərdi dinləyicilərimizə ki, onlar da tanış olsunlar, bilsinlər sizin şirkət nə işlə məşğuldur və daha sonra da elə mövzumuzun davamı olaraq da müasir yeni avtomobillərin qulluğundan danışaq. Çox sağ olun. As Motors Group şirkətində çalışıram. As Motors Group şirkəti hal-hazırda 16 dünya markasının Azərbaycanda rəsmi distributorudur və 8 ölkədən Azərbaycana avtomobil məhsulları gətiririk və burada distribusiya edirik. Hal-hazırda Azərbaycan ərazisində 1200 satış nöqtəmiz var. Hansı ki o satış nöqtələrində biz partner olaraq məhsullarımızı satırıq. Bir dənə belə aradan tez keçim. Bu məhsullar yəni kateqoriya üzrə bölsək avtomobillə bağlıdır da bildiyimiz qədər hamısı. Və kateqoriya üzrə desək misal üçün sizdə yağ brendi də var bildiyim. Başqa nə var? Mühərrik yağlar da var, əyləc bədləri də var, filtrlər var, yəni avtomobil filtrləri var, akkumulyatorlar var, təkərlər var. Ay maşallah. Yığılır. Belə fikir versək, bir dənə avtomobil yığılır. Avtomobil yığmaq olar. Buzov olsa yığa bilərik. Rahat, qəşəng. Və bütün bunlar qeyd etdiyiniz kimi 8 ölkədən gəlir. Hal-hazırda rəsmi olaraq 8 ölkə ilə çalışırıq. Əslində məsələn elə markamız var ki, o markanın məhsullarını bizə 5 ölkədən gətirirlər. Amma biz bir ölkə ilə çalışırıq. Ona görə də ümumi 8 deyirəm. Amma bölsək ki, bizim məhsullar hardan gəlir, onda 20 ölkəni keçir. Xırdalayanda çoxalır. Çoxalır. Belə desək. Əsasən də qeyd etdiyiniz kimi, yəni mühərrik yağlarıdır, əyləc bəndləridir, akkumulyator da var. Akkumulyator və s. Maraqlı. Yaxşı, bir sual verim. Bu yeni avtomobillərdə indi hibrid avtomobil olsa da və yaxud da ki burada bir neçə hibrid var da, mild hibrid var və s. Bu avtomobillərin akkumulyatorlarının, adi bildiyimizdə akkumulyator hissəsində bir dəyişiklik varmı, yoxsa elə köhnə bir qaydada nəsə qoysaq işləyəcək ora, yoxsa onda nəsə bir reglamenti var? Fəxri bəy, deməli iStart Stop rejimi olduğuna görə hamısında sadə ECM akkumulyatorlardan istifadə olunur. Yəni burada qeyri-adi bir məsələ yoxdur. Yəni avtomobil yeni olsa da akkumulatoru yenə də belə deyim amperajına baxıb ala bilərik. Burada bir problem yaşanmır. Bir qeyri-adi bir texnologiya yoxdur. Avtomobilin öz akkumulatoru ECM olur. Amma bir şey eşitmişdim ki, birdən akkumulyator misalın dədə-baba akkumulatoru bu kislota ilə olan məsələ, hansı ki qalır, yatır və bir müddət sonra artıq buna zəifləyir. Belə desək, primiçka verməli olmalıyıq da, bir dəstək verməli oluruq. Amma bəzən deyirlər ki, elə akkumulyator var ki, onlara olmaz primiçka vermək üçün yandırar, dağıdar falan. Belə bir şeylə rastlaşmamısınız? Belə bir məsələ ümumiyyətlə yoxdur. Amma akkumulyatora hər hansısa bir müdaxilə etmək ümumiyyətlə istehsalçı reqlamentində uyğun deyil. Əgər akkumulyator ölübsə, onu xüsusi avadanlıqla yenidən enerjini bərpa etmək, yenidən diriltmək olar. Bəli, və yenidən avtomobil üzərinə qoymaq. Kimi sizin orada bir dənə mənfi müsbət başlıqlarımız var. Ora maksimum avtomobilə uyğun kabel keçə bilər. Başqa heç nə. Müdaxilə olmaz. Bəli, olmaz. Müasir avtomobillərdə amma
hətta bəziləri tövsiyə edirlər ki, ümumiyyətlə akkumulyatora müdaxilə ümumiyyətlə etməyin. Əldə Bəli. Hətta 10 il bundan öncəki avtomobillərin belə bir çoxunda əsasən də Avropa istehsal avtomobillərdə akkumulatoru sadəcə yerindən çıxardıb və yerinə qaytaranda xüsusi proqram yazdırmalı olur. Başıma gəlmişdi o. Bəli, yəni media ümumiyyətlə demək olar ki, işləmir, multimedia sistemi, Bəli. monitor yanmır, yəni belə problem. Həmişə də ekranda da bir akkumulyator işarəsi də qalır orada. Qalır. Məni bir tanıt görüm nə var, nə yox. Amma sözü kəsirəm, biz avtomobil incələmələri eləyəndə ən birinci bu söhbət məndə başladı Toyota Prius'la. Hansı ki açıram avtomobilin kapotunu. Məsəl üçün orada narıncı kabellər görürəmsə qalın. Heç əlimi də vurmuram da ona, video çəkəndə də göstərir. Bax burada belə bir hibridin kabeli. Yüksək gərginlik keçir də. Göstərirəm ki, bax bunlardır və oradan da dinləyicilərə və izləyicilərə bildirirəm ki, bəs bunlardan ehtiyatlı olun da. Yəni atverka götürüb bunu açım, bağlayım, bir dənə buranı qəşəng yuyum, təmizləyim söhbəti eləməyin də, hər an tok vura bilərsiniz. Ümumiyyətlə, mən əgər səhv etmirəmsə, Marat bəy də razılaşar yəqin ki mənimlə, müasir bu əsasən də elektrik avtomobillərə naşı adam ümumiyyətlə müdaxilə edəməməlidir. Yəni müdaxilə edə bilmirlər də. Hə, sənin Yəni, biraz o Fəxri bəy dediyi kimi bir balaca bəziləri kabelin rəngindən çəkinir, arxaya keçir. Bir balaca 1-2 addım atır və bundan sonraki onun biləcəyi bir şey deyil deyib də geri addım atırlar. Amma indi buradan da dinləyicilərə bildirək ki, əsasən də biraz məndən dinləyicilərimizə demək istəyirəm ki, misal üçün də yeni avtomobil almısınız. Mesela bir yaşlı kişi yeni avtomobil alıb, bunu 20 ildə apardığı Qurban ustanın yanına aparmasa məncə daha yaxşı olar. Çünki məncə Qurbanın da xəbəri yoxdur o proseslərdən. Zəmanə dəyişir, inkişaf gedir. Çünki bu müasir də ustalar da biraz özlərini də təkmilləşdirməlidirlər, müasirləşməlidirlər. Ona görə də Rauf, misal üçün də bu avtomobillərin əsasında bu elektrik bizə gəldi Çin brendlərindən də belə deyim, onlarla biz tanış olduq və Çin daha kütləviləşdi. Hə, kütləviləşdi və trend elədi də məsələni bir növ və ona görə də hər dəfə biz də qeyd edirik ki, avtomobili yenə də rəsmi dillərdən almaq məsləhət görünür. Çünki ən azından rəsmi dillərdən almasan belə rəsmi servisdə qulluq etdirsən məncə daha yaxşı olar. Ən azından bildiyim qədərilə bu rəsmi servislərin də bir ustalarını vaxtaşırı olaraq brendlər özləri göndərir öz zavoduna, əsasında Çində olan zavodlara ki, getsinlər, bir təlim keçsinlər, öyrənsinlər nə necə, daha sonra gəlib burada işə davam eləsinlər. Ona görə də bu formada servis qulluq etsələr, düşünürəm ki, irəliləyən dövrlərdə də bir problem yaşamazlar. Bu daha sığortalıdır. Marat bəy, siz ümumiyyətlə şirkət olaraq da, öz şirkətiniz olaraq daha çox fərdi insanlarla, yəni fərdi sürücülərlə əməkdaşlıq edirsiniz, yoxsa sizə də rəsmi şirkətlər müraciət edirlər ki, falan ehtiyat hissələrin gətirilməyində bizə kömək edin, yoxsa necə? Hal-hazırda B2B şəbəkələşməklə məşğuluq yalnız biz, yəni bizim satış strategiyamız B2B üzərindən qurulub. Sadaladığım 1200 satış nöqtəsi hər biri bizim partnyorumuzdur. Yəni biz dağıtımçıyıq və distribusiya şəbəkəsi yaradırıq Azərbaycanda. Birbaşa B2C satış demək olar ki, bizdə yoxdur. Yəni çox az istifadə edirik bundan. Sayt üzərindən, e-commerce sayt üzərindən sadəcə xidmət olaraq bunu açmışıq və bir avtoservisimiz var. O da çünki biz bu qədər texniki məhsul satdığımız bir vaxtda təbii ki, ortada problemlər yarana bilər və o problemlərdən dolayı bizim Asmotor servisimiz də var. Yəni burada artıq məsələn siz yağ alırsınız bizdən. Avtomobilinizdə hər hansısa bir problem baş verib, düzdür? Mən bu problemlə bağlı yalnız və yalnız öz servisimə inana bilərəm. Çünki o mənim məhsulumu satır, o bilir və mənim servisimdir. Göndəririk ora, orada hər hansısa bir problem yaranırsa aradan qaldırılır və yaxud da akkumulyatorla və yaxud da təkərlə bağlı, istənilən mövzu ilə bağlı. Amma belə satış B2B-dir. Rauf, açığı məncə bu alıcı tərəfdən də maraqlı olar ki, misal üçün də güvənilir bir yerdə ən azından belə bir servisləri var ki, hər hansı bir problem yaşayaramsa, ən az belə də bir qoca kişi kimi desəm, gedib bir danışmağa bir adam var, dərdimi deməyə bir yer var. Qoca kişilərdən nə istəyirsən sən bu gün? Biraz əsəbləşdirir. Ona görə bu günlərdə biraz əsəbləşdiriblər. Bu gün yəqin əsəbləşdiriblər. Ona görə bu kişilər məndən çəkir. Daha ehtiyatlı sürürlər avtomobili. Ona görə də bəzən görürsən ki, onlar da öz təcrübələrinə inanırlar. Yox, yəni 70 ilin sürücüsüyəm. Amma bir 70 il bundan 70 il deməyim də 30 il bundan əvvəl bu qədər avtomobil də yox idi da küçələrdə, bu qədər
qayda qanunlara bu qədər əməl eləyən də yox idi açıq danışsaq. Çünki tam oturuşmamışdı hər bir şey. Mən misal üçün bu problemi üzr istəyirəm, Gürcüstanda hal-hazırda görürəm. Misal üçün ki, Gürcüstanda, misal üçün Bakıda yaşayan bir insan kimi Gürcüstana 3 günlük getdim avtomobillə, mənə çox qəribə gəlirdi ki, burada saxlayım, görəsən cərimə gələcək burada. Burada saxlamaq olar, olmaz. Heç onu da görmürük. Bəzi yerlərdə heç nişanlanma da yoxdur. Bilmirsən ki, mən burada olar, saxlayım, saxlamayım. Bizlə müqayisədə biraz geridən, yəni geridən gəldi. İlk öncə orada ilk 1-2 küçəyə çəkildi belə. Riayət olunur orada yəni, avtobus zolaqlarına. Olunur əslində, amma avtobus zolağı da o qədər yoxdur da, belə deyim. Əsasən bir dənə adı yadımda deyil, geniş bir küçə var. Hansı ki Rustavelli olar. Rustavelli yox, Rustavelli var, amma orada yoxdur avtobus səhv eləmirəmsə. Bir dənə başqa nəsə küçədir və orada fərqliliyi eləyib nə edədilər? Avtomobil iştirakçıları, yəni sürücülər yolun kənarı ilə hərəkət eləyir. Avtobus zolağı isə yolun ortasındadır. Yolun ortasında. Tam mərkəzində. Bir növ trolleybus kimi mi deyim, tramvay kimi mi deyim belə. Elə bax nişanlanmaya, yəni elə xəttləməyə ehtiyac olan yollar var. Çünki bəzi yerlər var, indi yəqin siz də onun şəhərdə hərəkətdə olanda görmüsünüz də, avtobus düz gedir. Sən sağa dönmə. Sən sağa dönməli olursan da, avtobusu buraxırsan da, yəni avtobusa yol verirsən, özün də yol ayrıcında qalırsan. Sonra həm əlavə tıxaca səbəb olursan, həm də qarşıda da tıxac varsa, sən özün də sağa dönə bilmirsən. Əslində ondan da olursan, bundan da olursan. Ona görə yerləri dəyişsə, məncə elə yerlərdən biri bax elə Şəmsi Bədərbəyli küçəsinin özüdür. Bu Bülbül prospekti ilə keçmək, Qış parkından gələndə də Heydər Əliyev sarayının yanında. Orada misal ora var, Puşkin küçəsi var. Mənə deyim ki, bu Neftçilər xəstəxanası, Ali Məhkəmənin qarşısı, o küçədə də bəlkə orta biraz boş qalır. Ortanı misal üçün bəlkə də avtobusa vermək Ali kimi bir şey. Məhkəmənin qarşısından Düzü hansı tərəfə gələndə. Düzdür, butulka effekti yaranır yenə axırda tunelə keçəndə, Heydər Əliyev prospektinə qalxmaq istəyəndə. Amma o düz yol var, o hissə məncə ortanı eləmək olar ki, avtobus zaten düz gedir. Düz gedən də var, sağa dönən də var, amma düz gedəni orta ilə bəlkə vermək olar. Düzdür, bu mənim indi hal-hazırda beynimə gələn bir ideyadır, amma sən demiş, etmək olar. Amma belə vizual olaraq daha maraqlı görünür deyərdim, bunu dəqiq deyə İndi bilirəm. avtobus zolaqlarından danışdıq, amma əsasən bu gün bizim mövzumuz da elə mövzu deyəndə, yəni danışdığımız məsələ məhz avtomobillərin qulluğu ilə bağlıdır və məni maraqlandıran növbəti suallardan biri Murad bəy odur ki, daha çox müraciətlər hansı avtomobillərə gəlir sizə, avtomobillərdən, yəni müasir avtomobillər, Çin avtomobilləridir, yoxsa elə hansı bazar avtomobillərindən müraciət daxil olur sizə? Hal-hazırda ümumiyyətlə istər Yəni alıcıların vəziyyəti nə yerdədir? İstər ehtiyat hissəsi bazarında, istər ümumiyyətlə servis bazarında ən çox müraciətlər olur hal-hazırda Avropa avtomobilləri, Koreya və Çin avtomobilləri. Çin sizdə də var da, yəni variant yox, qaça bilirsiniz. Hətta Çin avtomobilləri başlamamışdan öncə, yəni təzə başlamışdı. 1 il başlamışdı yavaş-yavaş gəlməyə. Biz artıq elektromobil ustası da gətirdik. Hibrid və plug-in hibrid ustası da servisimizə gətirdik. Yəni hal-hazırda sizdə bu ustalar var, fəaliyyət göstərir. Və bundan da əlavə bir çox yəni qeyri-rəsmi salonlarla rəsmi şəkildə zəmanət şərtlərində yerinə yetiririk. Onların müştəriləri üçün. Yəni elə bil ki, mən bir avtosalonum var, qeyd edirəm belə desək və mən sizlə gəlib bir müqavilə bağlayıram ki, qardaş, mənim satdığım avtomobillərə siz zəmanət verirsiniz. Onlar təbii ki, rəsmi servis qədər uzun zəmanət vermirlər, bəli. Amma məsələn 1 il zəmanət verən olur, 6 ay zəmanət verən olur və bundan da əlavə məsələn təcrübədə olub çox məşhur Çin markası var. Onun bir neçə yeni modelləri gəlib, hansı ki gömrükdə avtomobil işə düşmür. Amma ümumiyyətlə avtomobil təzədir, yəni. Sıfırdır. Tamam. Birbaşa gəlib bizim servizə və biz mühərriki açıb baxmışıq ki, Porsche-ın artıq çatlayıb. Ümumiyyətlə avtomobil maşın. Bəli, dəfələrlə olub. Bu bir dəfə olmayıb. Hətta öz servisimizin rəsmi səhifələrində də paylaşmışıq bu barədə ki, baxın, avtomobil gəldi, Porsche-ın çıxıb, diqqətlə baxsanız Porsche-ın çatdı. Biz onu yenisi ilə əvəzlədik. Avtomobil ümumiyyətlə sürülmür. Bunun səbəbi bahalı maşın idi. Təxminən 50.000 manat. Mən bilmək istəyirəm o hansı maşın. 50.000 manat. Deyil, amma belə bir şey deyim, bunun səbəbi nə ola bilər ki?
Keyfiyyətsiz ehtiyat hissəsi. Bunu sürməyib baxıb, haçan keyfiyyətsiz oldu bu. Yerində keyfiyyətsizdir də bu Aa, yəni. ehtiyat hissəsi. Zavod onda belə çıxır ki, defektli buraxır da maşını. Yaxşı, belə deyim, misal üçün 10 dənə avtomobil gəlib, onunda da eyni problem var idi. Yox, yəni müxtəlif problemlərdən gəlir. Batereya problemi ilə yaxınlaşır. Hərəsi bir şeylə. Bəli, mühərrik. Amma məhz o marka modeldə 3 məhz Porsche probleminə gəlir. 3 avtomobil, düzdür, köklü şirkət olanda onu qarşılayır. Hətta o avtomobili vermədilər. Təmirdən sonra da müştəriyə vermədilər. Yeni bir avtomobil gətirdilər. Hətta gözlədiyinə görə gömrük haqqını da özləri ödədilər. Belə bir məsələlər oldu. Bəli. Yaxşı, bəs bu qreydiləri idi, yoxsa rəsmi idi? Yox. Qeyri-rəsmi idi. Amma o belə şeylər də olurmu? Təxminən artıq düşünürəm söhbət hansı markadan gedə bilər. Bəli dostlar, Avto FM-də bir avto verilişi davam edir və bir daha xatırladaq ki, biz Bakı Expo mərkəzindən efirə çıxırıq və bu mərkəzdə təşkil olunan 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisindəyik. Avto FM-də bu sərgidə iştirak edir. Bir avto komandası da bu sərgidən yayımlanır və dünən də buradaydıq, bugün də buradayıq. Sabah da sərginin sonuncu günüdür. 1-dən 2-yə qədər yaxınlaşa bilərsiniz stendimizə. 100% yaxınlaşıb bizi də görə bilərsiniz. Stenddən də tanış ola bilərsiniz. Amma bu dəfə qonağımız var. Bu dəfə bəli, qonaqdanıq. Qonaq As Motors Group şirkətinin marketinq meneceri Marat Namazovdur və biz onunla əsasən də avtomobillərin baxımı barədə danışırıq. Daha çox müasir tipli avtomobillərə yönəlmişik. Çünki şəhərimizdə də Marat bəy günü-gündən müasir avtomobillər, müasir dediyimiz bu plug-in və elektrik avtomobillərdə ənənəvi bildiyimiz benzin, dizel avtomobillər deyil, müasir avtomobillər günü-gündən çoxalır. Onların problemləri ilə bağlı elə danışırıq və 055 455 1077 WhatsApp nömrəmizdir. Yazanlar da var. Bəli, yazanlar var. Deməli, istəyirəm bir dinləyicimizin mesajını səsləndirək. Salamlar, xoş eşidirik sizləri. Aparıcılarımızı və qonağımızı salamlayırıq. Sualım var. Offroad və kampingdə istifadə edə biləcəyim 100 AH yəqin amperdən söhbət gedir də, yox. Yaxud da daha güclü nə akkumulyator məsləhət görə bilərsiniz. Hörmətlə Hikmət Usta. Bu çox güman ki, bizim Hikmət Usta olacaq. Offroad Hikmət Usta düz gəlir yəni. Düz gəlir, amma Hikmət Ustanın da ona görə. Hikmət Ustanın bunu bizdən soruşması da biraz şübhəlidir əslində. Nəsə bilmirəm, mənə təhlükəli, tələli suala oxşuyur nəsə. Gəlin onu mütəxəssisimizə yönləndirək. Çünki onların qarşısında bütün məlumatlar var. Ulduz 0606 bizim şirkətin qaynar xəttidir. Ay sağ ol. İstənilən məhsulla bağlı, istənilən bax bu tipli suallarla bağlı ora zəng eləyib məlumat ala bilərlər. Çünki mən buradan məlumat verə bilərəm, o məhsul stokda ola bilməz, ümumiyyətlə bizdə ola bilməz. Çünki canlı yayımdır, mən burada onları görmürəm. Oldu. Gəlin belə eləyək. Onda Marat bəydən bir cavab alaq da. Cavab ala bilmədi. İkinci dinləyicimiz, ikinci bir mesajımız var, onu da səsləndirək. Aha, gedirik də belə. Avtomobil üçün ən uyğun yağ növünü necə seçmək lazımdır? Markaya görə yoxsa mühərrik tipinə görə? Aha. Ümumiyyətlə avtomobilə uyğun mühərrik yağını təyin etmək üçün bizim hər zaman, hətta mən görmüşəm, stricləyirlər belə klyonkaya falan alırlar, qoyurlar yük yerinə kitabça. Aha. Avtomobil dağılır, mən fikir vermişəm. Avtomobil kitabçanın üzərinə toz da düşmür. Kitabçanın üzərinə toz da düşmür. Ən çox da Koreya, Yapon avtomobillərində də ümumiyyətlə bizim dildə də heç bir şey yoxdur. İngilis dilində də heç nə yoxdur, amma o qalır orada. Amma biz onu oxumuruq. Çox qiymət qaldırır, məndə satanda göstərəsən ki, kitabçası da var. Kitabı da var. Yəni biz ümumiyyətlə hər şeyin bu yaxınlara qədər televizorda alanda kitabını saxlayırıq. Plyonkası qalırdı üzündə. Yəni orada bütün informasiyalar var. Amma konkret olaraq model marka, mühərrik həcmi və istehsalini desə, istər sürətlər qutusu yağını, istər mühərrik yağını buradan təyin edə bilərik. Yəni heç bir problem yoxdur. Amma necə təyin eləyim? Kitabçadan mütləq məlumat almaq lazımdır. Amma viskozitə, yəni qatılıqla bağlı isə son dövrlər demək olar bütün informasiyalar məhz kapotun altında yağ qapağının üzərində yazılır. Məni bir sual maraqlandırır. Bilmirəm indi bu sual düzgün sualdır verirəm yoxsa yox. Bax, kitabçada deyirsiniz ki, yazılır da bütün məlumatlar. Və yaxud da ki, mühərriyin qapağında, indi o krışqa deyilir, biz ona, orada yazılır. Və yaxud başqa bir yerdə yazılır. Fərqi yoxdur da. Maşının özündə zavoddan gələndə bir göstərici yazılır ki,
Bu tutaq ki, yağla dəyişməlisən. Ay sağ ol. Mühərrik işləyir. Zaman keçir. Sən maşını 5 il, 10 il sürürsən. Tamam. Mühərrikdə aşınma problemi də gedir. Bəli. Zavod bilmir axı sən nümayəndəsi daim sənin yanında deyil. Sən maşına necə baxırsan, bunun yağı 5000 də bir dəyişirsən, 50.000 də dəyişirsən, Evet. 15 də dəyişirsən, nə yağ tökürsən, hansı ustad, nə deyil. Bax o göstəricilər var ha zavoddan gələn. Onlar dəyişir. Yox. Zamanla. Qəti şəkildə dəyişmir. Yəni 5.30 yazılıb məsələn, ömrünün axırınacan da 5.30. Bəli, heç bir formada Biz mühərrik işləyir axı aşınır. işləsin. Aşınırsa mühərrik təmir olunur. 100%. Bəs qalan Yəni- dəyişilməlidir. Bu yağın dopuskunun dəyişməsi açıq. İndi Marat bəy də burdadır. Bizim ortaq məsələmizdir bu məsələ. Yəni bu biraz mənə alverçi söhbəti kimi gəlir ki, duru yağla işləyən mühərrik probek gedəndən sonra, aşınma gedəndən sonra Qatıya biraz keçir. qatıya keçir ki, yağ azaltması olmasın. Bəli. Bu da ki, tez də dəyişim, tez satım, qaz verəndə göyçüstü çıxmasın, yağ azalma olmasın. Mən satım 2-3 ay sonra nə olar? Amma normalda qardaş 5.30-dursa, 500 min də getsə, 200 min də getsə, əgər yağ azalma varsa, deməli bu mühərrikin təmirə ehtiyacı var. Bir mənalı şəkildə. Bir Problem mənalı. mühərrikdədir. Yəni gəlin belə danışaq da. Siz deyirsiniz ki, avtomobil istehsalçısı görmür ki, sən hansı şəraitdə avtomobil sürürsən. Amma avtomobil istehsalçısı təxmin edə bilərdi ki, 200 mindən sonra bu mühərrik Ay, aşınacaq, düzdür? Əgər lazım olsaydı, bunu reqlamentdə qeyd edərdi ki, 200 mindən sonra keçin 5.50-yə. Ay, Sonra keçin 10.60-a. Sonra keçin nə bilim. Bunu eləmir də, bir dəfəlik 15 yazıb əziyyət. budur. Bu sistemli budur. Ha. Ki bu kitabça məsələsinə gəldikdə öz başıma gələn bir hadisəni demək istəyirəm. Keçən il iniş il özümə motosiklet aldım. Düzdür, çox da böyük olmasa 125 kub. Və bu motosiklet sıfırdır. Mən də motosikletlə, yəni avtomobil bildiyim qədər məlumatda deyiləm. Amma bunun bir rodaj məsələsi var da, apkatka indi dediyimiz hissəsi var ki, bunu necəsə keçmək lazımdır. Baxdım, axtardım, Çin brendi olduğu üçün çox da bir şey tapa bilmədim, amma nə var əlimdə? Kitabçası var da qardaş. Kitabça ilə. Açdım, orada qeyd olunub ki, qardaş, misal üçün ilk 400 kilometri bu avaroda kimi qaldıra bilərsən, 400-dən 800-ə kimi bu avarodla, bundan buna kimi ümumi desə bir 1000 kilometrlik bir bizim apkatka prosesimiz oldu. Mən buna əməl elədim. Hər şey qaydasındadır. İndi artıq ikinci sezonda bitirmişik. Top kimi necə deyirlər. Rauf, Baku Expo mərkəzindən artıq bizim ikinci gün yayımızdır və burada Sabah da var. yəni Gəlmişkən. dinləyicilərə son bir şans olaraq sabahları da gəlib bizi burada Amma gələnlər çoxdur da Fəxri. Həqiqətən də gələnlər, stendə yaxınlaşanlar, ümumiyyətlə nəinki söhbət tək bizim stenddən getmir. Ümumi maraq bu sərgiyə çoxdur. Çünki yol infrastrukturu ilə bağlı sərgilər də istər avtomobillə bağlı olsun, istər infrastrukturla ümumi olaraq yəni maraq yaxşıdır. Rauf, sənə belə bir şey deyə bilərəm ki, mən hər gün bura gələndə, mən günün ortası gəldiyi üçün biraz yəni parkinqlə də bağlı problem yaşayıram. Yəni bu böyüklükdə 2 böyük parkinq ağzına kimi doldu, necə deyirlər. Keçən il belə deyildi. Hə, Keçən yəni belə deyil. belə də girdi, çıxdı, dayanmır da. Giriş var, çıxış var. Yəni yetərincə izləyici kütləsi məncə burada var. Hamıya da maraqlıdır açıq. Biz hər bir reklam arasında çıxanda çıxırıq çöldə, biraz çöldə məlumat veririk, təzədən keçirik içəri, biraz radioda danışırıq. Ya çox maraqlı keçir. Yəni gəlməyənlər çox şey itirdi deyə bilərəm rahatlıqla. Amma sabahda vaxt var. Sabahda Bəli. gəlib yaxınlaşa bilərsiniz. Elə bizim stendlərə də yaxınlaşa bilərsiniz. Elə Marat bəygilin stendi ilə Bəli, qarşı-qarşıya. As Motors qrupla qarşı-qarşıyayıq və yeri gəlmişkən dinləyicilərimiz dayanmır. Rauf. Bəli, bugün çünki biz avtomobillərin ümumi həm də baxımından danışırıq. Həm müasir avtomobillərə daha çox köklənmişik və Nə yazırlar? Marat bəyə bir dinləyicimiz sual ünvanlayır ki, bəzi ustalar orijinal ehtiyat orijinal yerinə analog hissə qoyur avtomobilə. Analog hissə aftermarket yəni. Bu Yəni. maşına zərər vura Mən bilər. də ilk dəfə belə Analog sözü. Deyə də indi öyrəşmişik Çin malı demək. Ya, amma bu düzgün yanaşma deyil. Bəy, var. Yəni Çin avtomobillərinin də belə deyim dublikat deyirlər bazarda. Qeyri-orijinal olanı. Qeyri-orijinal olan ehtiyat hissəsi də var. Orijinal həmən markanın özünün istehsal etdiyi ehtiyat hissəsi də var. Hətta hansı markalara daha çoxdur dublikat bazarda sadəcə reklam olmasın deyə ad çəkmək istəmirəm. Yəni artıq onları da bilirik. Ki hansı avtomobil Çin markasının dublikat ehtiyat hissəsi hal-hazırda orijinaldan daha çoxdur. Amma qaldı ki, ənənəvi bildiyimiz avtomobil markalarına. Bəli, elə avtomobil markaları var ki, onlarda dublikat dediyimiz ehtiyat hissələri işləyir. Real olaraq işləyir. Adətən bəzi
Yapon avtomobillərində çalışır. Almanlarda da rahatlıqla. pis deyil. Almanlarda da pis çalışmır. Amma məsələ o ölkələrində elə markaları var ki, çalışmır da qardaş. Hə, Bu düzdür. avtomobilə orijinaldan başqa hansı ehtiyat hissəsi qoyursan, yerdə qalan hissələri də sıradan çıxardır. Ona görə də bunu avtomobili sürən adam öz aldığı markanı tanımalıdır. Razı. Bilməlidir ki, buna necə qulluq eləməlidir öncə. Usta üçün bəzən belə bir tendensiya var. Usta çox rəqəm deməsin deyə, əl haqqını çox desin deyə ehtiyat hissələrinin orijinalını sifariş verdirmiş. Bəli. Ki birdən mən daha çox qiymət deyərəm, çıxar gedər başqa bir servisə, qoy mən minimum qiymət çıxardım. Qaçmasın da müştəri. Bəli, getməsin. Bu da Amma sonra- bir şey də var da, həmin ustanın məqsədi də ola bilər ki, bu Tez öz gəldi, işdir, bir 6 ay sonra mən bunu zaten qoyanda deyəcəm ki, bax qoyuram, bu 1 ildə falan dağılır da, biləsən gələn yenə iş görəcəksən avtomobildə.Lər o İşin o tərəfi də var. amortizasiya təmir olunması. Amma Ay sağ ol. məsələ də var ki, əsasən də bu Çin avtomobillərində, müasir avtomobillərdə digər markaların ehtiyat hissələri onlara yarayır bəzən. Ha, o da var. Məsələn, bu açıq şəkildə deyirəm ki, Li avtomobilinin Hı -hı. deməli arxa pnevma balonunun Range Rover-lə birə-bir eynidir demək olar ki. Nəzərə alsaq ki, Şirkətlər eyni, istehsal şirkətləri eyni, ölçülər eyni. İndi 1 millimetr o yan bir yan olar, onu da bizim ustalar sağ olsun. Ya amma sənə belə qeyd edeyim ki, Sözə bax, sənin dediyin biraz gözəyarı məsələ oldu da. Bu oxşuyur, hardasa bunu ora İkisi də bax Vapco şirkəti var. Vapco Range Rover üçün də istehsal Tamam. edir. Pnevma balon Li üçün də. Mənim dediyim odur ki, misal üçün bir bu sən dediyin kimi var. Bir də var ki, misal belə izah eləyə bilərəm sənə ki, 2000-lərin Range Rover-inə sən BMW ilə detal alarsan, BMW kodu ilə, amma birə-bir Range Rover-in eyni kodu daşıyır. Bəli. Yəni burada heç millimetr söhbəti də yoxdur. Amma misal üçün Range Rover desən bu olacaq 70 manat, amma BMW ilə alırsan misal üçün 40 manat, 30 manat. Bunun da səbəbləri var da. Məsələn, Range Rover-də səbəb odur ki, marka uzun illər BMW-nin tərkibində fəaliyyət göstərib deyə ehtiyat hissələri. Amma Çin markaları üzərindən gəlib desək ki, ənənəvi markaların ehtiyat hissələri gedir. Bunun səbəbləri var əslində də. Yəni, hər birimiz bilirik ki, Çinin dünya avtomobil bazarına girmə periodu belə oldu ki, onlar bütün qlobal markaları özlərinə çağırdılar. Bəli. Orada 50-50 prinsipi ilə istehsala başladılar, öyrəndilər və istehsala başladılar. Yəni bir şəkildə bu dəfə kopyanı daha professional şəkildə elədilər deyə ehtiyat hissələri də uyğun gəlir. Yəni hətta deyim ki, bəzən kopya da eləmədilər. Nəyə görə? Bax belə bir izah verim ki, bir avtomobil çəkildi bir. Hə, yox, sözümü nəyə gətirirəm? Maple avtomobili vardı, Çin brendidir. Bildiyin də Çinar da, Maple logosu falan ayrı bir brenddir belə deyim. Avtomobilin ön faralarında, arxa stoplarında Geely yazılmışdı. Sanki ki, Geely'nin baxırsan ki, Geely buna təmin eləyir də bütün lazımi ehtiyat hissələrini. Bu da elə öz adı ilə necə lazımdır, taxır üstündə eləncə satışı reallaşdırır. Ona görə dediyim, normaldır artıq ki, həm bir mənalı bunun bir də məqsədi var ki, qiymətləri aşağı salmaq ki, daha uyğun qiymətə avtomobil sata Bu bilsinlər. gedişatı indi çox şükür ki, bizim gözlərimizin önündə gedir. Bəli. Amma məsələn belə götürək də, Vag Group avtomobillərini götürək. Onların daxilində nə qədər Alman markaları var, düzdür? Bəli. Bu markalar əksəriyyəti öncədən müstəqil fəaliyyət göstərən markalar olub. Sonradan birləşiblər. Okay. Məsələn, bir gün biz götürsək 2015-ci ilin Porsche Cayenne ilə Tamam. 2015-in Touareg-i mühərrikindən tutmuş qapı dəstəklərinə qədər, ön qapılarına qədər eynidir. Eyni şey. Okay. Amma bunlar əvvəl ayrı-ayrı markalar olub, sonra bir qrup altında birləşiblər. Bu təsadüf deyil ki, Çin markaları üzərində də bu belə baş verəcək. Ayaqda qalmaq üçün onlar birləşəcək. Yəni o boyda Alman bunu eləyirsə, Yəni mütləqdir biznesdə sonradan birləşib daha böyük güc. Yəni Marat bəyin sözünə qüvvət. Bir misalda mən çəkim, Lamborghini Urus'la Audi Q8-in platforması eynidir. Bir çox, yəni hətta deyərdim ki, detalları eynidir. Əsasən vizual dəyişilir. Amma ayrı-ayrı tarixləri, ayrı-ayrı bəli, işləri, ayrı-ayrı qiymətləri var. Bəli. Yeri gələndə. Bir şey də mən deyim ki, Çin avtomobillərinin bəzilərinin o qədər pulu var ki, Alman və ya digər Alman olmayan, qeyri-Alman markaları tanınmış adlı sanlı markaları alırlar. Rauf, sən Ümumiyyətlə sayırsan bunların pulunu. Çinlilər
bilirəm ki, ümumiyyətlə Çin mövzularını indi mən yaxşı bilirəm də. Bəli, sən tanıqlısan. O günlərdə qarşıma belə bir şey çıxdı ki, deməli Çin hansı marka idi o? Geely. Geely Corporation'ın ümumiyyətlə Volvo-nu niyə aldı bilirsiniz? Volvo-nu aldı ki, onun patentindən istifadə edə bilsin, onun satış lisenziyası Volvo-da var idi və Volvo-nu ona görə aldı. Təsəvvür edirsən bu şirkətin nə qədər pulu var ki, Volvo-nu alır ki, bir dənə lisenziyaya əlavə iş güc xərcləməyim, pul xərcləməyim, baş sındırmayım bunu almaq üçün. Hazır elə səndən alım, şirkət qarışıq, sənin lisenziyandan. Amma sənə deyim ki, tək ondan da savayı, misal üçün da mənim idarə etdiyim Geely avtomobili üzərində elə Volvo mühərrikidir. Bu da bir alıcılar üçün müsbət alıcı. Volvo alıb, Volvo detallar, markanı. Təhlükəsizlik cəhətdən Volvo-nu bilirik də, yəni. Ona da yeri gəlmişkən deyim ki, tanınmış Lifan firması var, Lifan. Bəli, bizdə çox tanınmış. Bizdə tanınmış idi də. Lifan şirkətini də Li almışdı. Məhz o satışı həyata keçirmək üçün. Li şirkəti Lifanı aldı, özünü populyarlaşdırdı. Daha sonra Lifan şirkətini başqa bir şirkətə satdı. O şirkət də dağıldı, getdi də. Onu da bilirdi. Yəni bu sinirlərin sürətinə çata bilmərik. Təzə öyrənmişəm. Maraqlı məsələlərə toxunduq, maraqlı söhbətlər etdik, maraqlı fikirlər aldıq Marad bəy sizdən. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün. Mən təşəkkür edirəm. Üzr istəyirəm. Mən təşəkkür edirəm həm sizə, həm də dinləyicilərimizə bizə sona qədər qulaq asdıqlarına görə. Belə Rauf. Bax belə təşəkkür edirik hər bir kəsə ki, bizi dinlədiyiniz üçün. Bir daha xatırladaq ki, Fəxri biz yayımlanırıq. Hardayıq? Bakı Expo mərkəzində. Bakı Expo mərkəzində yayımlanırıq. Sabah da burada olacaq. Yenə də 1-dən 2-yə qədər efirdəyik. Bizi gəlib canlı da görə bilər. Sabah axırıncı gündür, amma sonra deməyin. Sağ olun, hələlik görüşənədək. Hələlik yenidən eşidilərik.